Qəzdanı darmadağın eləyən bombalar İlham Əliyevin Erdoğan'ın bombalarıymış. İstehsal eləyən də, daşıyan da, çatdıran da İlhamın ve Erdoğan'ın şirketleriymiş. Görün size dəhşətli bir fakt diyeceğim. Hiç bir Amerika şirketi bu silahları mülki halini kıracaklar diye hiçbir Amerika şirketi bunu taşımır. Türkiye istehsal edir, Əliyevlə Erdoğan istehsal edir ve Əliyev Erdoğan taşıtırır. Taşıyan kim olur? İpek Yolu şirketinin rəhbəri kimdir? Leyla Əliyeva. İlham Əliyevdən əlaqələrini gəlin göstərim sizə. Allah. Bu Türkiye mətbuat yayınlayıb silah, ne kadar silahlar İsrail'e çatdırılacaq. Bak gel sana bu firmanın istehsal elədiyi silahlar ve İsrail'e çatdırılan silahlardır. Baxa bilərsiniz burada yazılıb hamısı. Gel sana nə tərə vurdular, nə tərə apardı. İndi gəlin ikincisini. Bunun Əliyevlə bağlılığını göstərin. Repcom şirketinin, Türk şirketidir, mərkəzdə Türkiyədədir. Zavodları var Amerika ve Azərbaycanda. Rəhbərləri kimdir? Birinci rəhbəri İbrahim Küləkçi, ikinci rəhbəri Murat. Hər ikisi Erdoğan'ın yaxın adamıdır, oğlunun qohumlarıdır belə yaxın adamı. İndi gəlin İlham Əliyevlə bağlılığını danışaq. 2 ay bundan qabaq görüşürlər ha. Allah. Bakın deyilənmədən, Türk savunma sənayesi ilə görür. 2 ay bundan qabaq, ya da 2-3 ay bundan qabaq İlham Əliyev dedi biz NATO silahlarla ordunu təmin edəcəyik ya. Bax Aysa, bunu kürək bunlarla görüşəndən sonra ala bax. Türk savunma sənayesi, ala Azərbaycanda. Baxın. Azərbaycan Türkiye arasında işbirliği okuyun baba Repcom. Görürsünüz Repcom'u. Değerli mətələrim, değerli soydaşlarım görürsünüz. İndi keçək yenə də bunların Əliyevlərin işbirliyinə. Bak bütün Türkiye saytları yazıb ala bax. Bütün Türkiye sayt Azerbaycan Savunma Sanayi Birliği, Repcom, Canubu, bak bütün hamısı görürsünüz. Görürsünüz dostlar. Şimdi gelin bir başka şeye bak. Burada bakın. Bakın ay millet bakın. Bakın ay millet bakın. Azerbaycan'la Repcom bakın. Repcom Azerbaycan bakın. Devlet Departamentinin videosunu koydun mu? Türkiye saytlarını koydun mu? İlham Əliyevlə Repcom'un 2024. ildə işbirliği, mukabele bağladığını gördünüz mü? O gösterdiğim sayta 2-3 ay bundan qabaq İlham Əliyevin onlarla yeniden görüştüğünü de koydu mu ortaya? Aysa o. Əliyev bunlarla görüşten sonra aydındır ki, dedi ki, bəs biz NATO silahlarıyla ordumuzu silahlandıracağıq. Bir yerde silah istehsal edəcəyik. Deməli, daşımacılıq Leyla Əliyeva, Arzu Əliyevanın hamı bilir ki, İpek Yolu şirketi bunu daşıyıbdır. Deməli, en esas Gazze'ni bombalayan bütün bombaları Erdoğan ve İlham Əliyevin şirketi, daşımacılığı, istehsalı hamısı bunu yerine getirir. En ağır bombaları da verirler, sığınaq dəliciləri, yani yerin altında olan mühimmatlarını İran'ın vurmak için. Hiçbir taşımacılık ABŞ şirketi yakın durmadı, dinc əhali bombalanır diye. Hiçbir şirket bu bombaların taşımacılığını, istehsalını boynuna götürmedi. Yeganə Repcom Erdoğan'ın şirketi. İlham Əliyevin şərik olduğu şirket götürdü. Taşıdığı şirket. Şimdi Hristiyanlar reddilir mülki insanların qətliamını. Ancak iki Müslüman ülkesi Müslümanların kırılmasına Erdoğan ve İlham Əliyev şərait yaradı. Yenə deyirəm, Türkiye'nin dünən Halk TV kanalı da bundan danıştı. Jurnalisti aparıblar, MİT gəlib aparıb, sildirə bilməyiblər, işgəncə altında təksib elətdirməyi bacarıblar. Müəyyən şeyləri təksib elətdirməyi. İran vurulur, Qəzza vurulur, İlham Əliyev də pul kazanır. Repcom grup hem istehsal edir, hem de daşıyır. Ey İran xalqı, İlham Əliyev 3-cü ölkələrlə əlaqə quraraq Naxçıvana zərbələr indirdi. Planlı surətdə. Türkiye'ni də İrana qarşı savaşa soxmaq üçün İlham Əliyev dostlarınla birləşərək Naxçıvanı zərbə altında qoydu. Və 5 Mart tarixində Naxçıvan dron hücumuna məruz qaldı. Və İlham Əliyev dərhal İran xalqını təhqir elədi. Namussuzlar, şərəfsizlər, mən sizə bellədim, siz bellədiniz. Söyləyərək təhqir etdi İran xalqını, İran rəhbərliyini. 7 Mart tarixində isə İranın Təhlükəsizlik Şurası rəhbəri Əli Larijani İlham Əliyevi cəzalandıracağım dedi. Azərbaycan xalqı, işimiz yoxdur Azərbaycan xalqına. İlham Əliyevi cəzalandıracaq dedi. Dalından 7 Martda bunu deyəndən sonra İlham Əliyev qorxaraq 8 Martda Əli Laricanını ictimai televiziyalarda ən güclü rəhbər deyə Əli Larijaniyə yaltaqlandılar. 9 Martda İranla sərhədləri açdı İlham Əliyev. İranla sərhədləri açmaq üçün Nazirlər Kabinetə göstəriş verdi, qadağalar ləğv edildi. Eyni gündə 9 Martda bu xəmir yumruq İlham Əliyev Əli Xameneyi təbrik elədi. Dini lider seçildiyinə görə. Yaltaqlandı. Atanızın yolu, atanız belə yaltaqlandı. Və bugün isə 10 Mart'tı, İlham Əliyev yardım göndərir. 3 maşın. Niye 3 maşın yardım göndərir? Ona görə 3 maşın yardım göndərir ki, yardım qəbul edilməsə, deyəcək ki, hansısa dini qurumun, hansısa bir məmurun bu öz şəxsi fikriydi, ambisiyası. Yardım qəbul edilməzsə. Yardım qəbul edilərsə, daha böyük həcmdə yardım göndərəcək İran xalqının və İranın rejiminin qəzəbini örtbasdır eləyib bunu bağışlasınlar diye. İlham Əliyevin bağışlanılması üçün. Yani yardım qəbul edilməyə bilər. Onda deyəcək hansısa qurum göndərdi. Qəbul edilsə dalı da göndərəcək. Niye? İran bunun dərisini tabanından çıxartmasın. Yardım 3'e maşındır. Bizdə atadan babadan deyirlər. Doğuşan balasına deyir ha. Sənə 3 gün süd verim yoksa 3 ay. 3 gün uzundur deyir. 3 gün ver. Ona görə İlham Əliyevi doğuşana döndərirlər. Doğuşa misal olarak 3 maşın yardım göndərir. Buradan İran xalqına deyirəm, sizin o yardıma ihtiyacınız var mı? Size şerefsiz diyenin, namussuz diyenin, vicdansız diyenin, əxlaqsız diyenin çörəyinə ihtiyacınız var mı?
Derhal yardım geri qaytarılsın. Hatta imkan verməsin ki İran rejimi o orada bir grup Azərbaycanlılar tapıb o yardımı paylamağa belə imkan verməsinlər. Yəni elə gəlir ki heç vaxt İran rejimi bu qədər alçaqlıq edə bilməz. Şərəfsizin alçağın çörəyini yeyə bilməz İran xalqı. Düz mü deyirəm? Baxın burada hamı alqışlayır ki bəli İran qaytarmalıdır o yardımı. Tüpürməlidir İlhamın üzünə.